Uşağım xəstələndi, soyuqladı və mən ona antibiotik vermək istəyirəm. Hansı ki, bu arada apteklərdə çox rahat ala bilərsiniz Azərbaycanda və bu düzgün deyil. Əlbəttə ki, yəni başqa ölkələrdə resept olmadan heç kim heç vaxt antibiotik verməyəcək. Bəs antibiotik verməyin nəticələri nədir? Niyə görə verə bilmərik? Rezistentlik. Bu gün virusdur, siz bu antibiotiki verdiniz, sonra yenə nəsə hansısa bir problemdir, temperatur qalxıb, ya nəsə yenə antibiotik verirsiniz. Özdə ki, düzgündür, düzgün deyil, bu uşağa düşür, böyüyə düşür, fərq eləmir. Əsas antibiotik olsun. Hə, olsun ki, adı getsin ki, bu antibiotik içib. Və uzun müddət belə sağaltsam uşağımı nə baş verə bilər? Uşağın birincisi nə yaxşı bakteriyası qalır, nə də pis bakteriyası qalır. Bir də ki, uşaqlar bakteriyalı xəstəliklərə meyllidir bir müddət. Yəni böyük sabah uşağınız pnevmoniya oldusa, heç bir antibiotik onu artıq götürməyəcək. Çünki bundan qabaq içdikləriniz rezistentlik göstərir. Yəni bakteriyaları gücləndirdi və bakteriyalar bu antibiotiklərə qarşı onu yemir. Artıq onu yemir. Bildi ki, bakterial bir diaqnoz qoyduğumuzda baxmırlar ki, bu bakteriya sırf bu antibiotiki yeyir, yemir. Çünki bizdə qram mənfi var, qram müsbət bakteriyalar var. Beyninə ilk ağlına gələn, evdə qalmış bir antibiotik. O dəfədən qalıb. Sroku keçməsin, elə faydası olsun sən iç.